Dünya səviyyəli bir marketoloq var, adı Jonah Berger'dir. Yolxuculuq adlı bir kitabında deyir ki, insanlar bir şeyin məşhur olmamağını istəyirlərsə, bunu ictimailəşdirməməlidirlər. Məsələn, narkotikin istifadəsi ilə bağlı billboardlarda yazılan kamu spotu tərzi vizuallar insanların narkotikdən daha çox istifadə etməsinə səbəb olub. Yəni biz əslində narkotikin istifadəsinin azalmağını istəyiriksə, tam tərsi bunu görünməyən etmək lazımdır. Məsələn, siqaretin reklamlarının bu qədər olmamağına baxmayaraq, ətrafımızda o qədər siqaret çəkən insanlar var ki, biz də onlardan təsirlənib siqaret çəkməyə davam edirik. Siqaretin çəkilməsinin azalmağını istəyiriksə, siqaretin çəkilməsini qadağan etməliyik. Ən azından ictimai ərazilərdə. Qlobalda artıq bir çox inkişaf etmiş ölkə çöldə gəzərkən, avtobus dayanacaqlarında, parklarda, ictimai zonalarda siqaret çəkməyi qadağan edibdir. Bu, siqaretin çəkilməsini və satılmasını azaldır. Çünki daha da çətinləşdirir, onu əl çatılmaz edir. Psixolojik vəziyyətimizlə bağlı o qədər məlumatsızlıq ki, bu bizi daha da qurban halına salır. İndi ortaya bir sual çıxır. Əgər biz psixolojik problemlərlə bağlı daha çox danışsaq, bunu daha da ictimailəşdirsək, bu problemləri daha çox ortaya çıxarmış oluruq, yoxsa bir fərqindəlik yaradıb aradan qaldırılmasına kömək mi etmiş oluruq? Bu